xüsusi ailə institutu belə deyək ki, ta qədim dövrdən indiyə kimi ailə institutuna böyük dəyər verilibdir. Bu da bizim əslində ailə bizdən ötürü hər şeydən dəyərli hesab olunub və bu dəyərləri qorumaq üçün düşünmüşük ki, biz daha çox bu istiqamətdə fəaliyyətimizi genişləndirək və şükür bu günə ki, artıq biz o yoldayıq ki, təbii ki, artıq inkişaf dövrü getdikcə çox şeylərin belə deyək ki, hansı ki, deyək ki, biz onu keçmiş adət-ənənələrimizi, milli mənəvi dəyərlərimizi yaşatmaqla bərabər, amma bəzi şeylər sıradan çıxmalı oldu. Amma burada təbii ki, sosial şəbəkələrin də rolu var. Deyək ki, internet dövründə yaşayırıq, internet məsələsi burada böyük rol oynayır. Amma yenə də onunla bərabər biz Azərbaycan cəmiyyəti olaraq, Türk toplumu olaraq ailə adət-ənənələrini, ailə mentalitetini belə deyək ki, bunun adını belə qoya biləriksə, bunu qoruyub saxlamağa çalışdıq. Burada da qeyri-hökumət təşkilatlarının böyük rolu var və o cümlədən də bizim təşkilatda bu istiqamətdə çalışır ki, həm dövlətə dəstək olsun, eyni zamanda vətəndaşlarımıza, ailələrimizə, ailələrdə yaşayan insanlarımıza böyük dəstək vermiş olaq. Bu bizim təşkilatın bir növ biraz uzun olsa da və yaxud bilməm, bəlkə də çox qısa da danışdım, amma həyat yolunu canlandırmağa çalışdım sizin gözünüzdə. Təşəkkür edirəm. Layihələrinizə geri dönəcəm yenə, həm bölgələrdə, həm eyni zamanda paytaxt Bakıda. Bugün ana mövzumuz dəyişən dünyada dəyərlərdir və bəhs etdiyiniz kimi sizin ictimai birliyinizin ana xətti, birinci xətti humanitar yardımdır ki, o Azərbaycan coğrafiyasında yaşayan insanların təməl prinsipidir, xeyirxahlıq, bir-birinə yardımlaşma. Bəlkə dünyada hər şey dəyişsə də Azərbaycanda bu dəyişməyəcək, həmişə qalır. Sanki bu bizim fitrətimizin ana xəttidir. Və dəyişən dünyadakı dəyərlər sistemində ailə, təhsil, uşaqlar, cəmiyyət rol oynayır. Və məşhur sosioloqların gəldiyi bir nəticədir ki, bütün dünyada onun mədəniyyət dəyərlər sistemi fonunda formalaşır. Və bizim də dəyərimiz, sizin də vurğuladığınız kimi, ailədir. Və siz bir ailə eksperti olaraq həm cəmiyyət insanlarla iç-içə olursunuz, həm eyni zamanda televiziya verilişlərində təcrübələrinizi, müşahidələrinizi bölüşürsünüz. Burada da istəyərdim elə ailədən danışaq, uşaqlardan danışaq, cəmiyyətdən danışaq və aktual mövzudur insan, qadın, ailə, təhsil, uşaq. Bunlar hər dövrdə forma dəyişsə də yenə ana xətt olaraq qalır və onun ətrafında mövzular müzakirə olunur. Nailə İsmailova uzun zamana dayanan təcrübəsi, müşahidəsi, layihələri çərçivəsində bunlar barədə nə deyə bilər? Nə deyir? Necə olmalıdır? Nələr dəyişilməlidir? Nələr hələ də müzakirə olunmalıdır? Çox aktual bir bugünümüzün prioriteti olan mövzuya elə toxunmusunuz ki, çox incə məqamlarla toxundunuz. Çox sağ olun. Məlikə xanım həmişəki kimi yenə də özünüzün dolğun suallarınızla demək olar ki, əhatə etdiniz bəzi şeyləri. Əlbəttə ki, biz hamımız bir sosial fərd olaraq Azərbaycan cəmiyyətinin bir üzvüyük. Burada söhbət insandan gedir. Yəni, biz əlbəttə istəyərdik ki, bu insan sözü böyük hərflərlə yazılsın. Amma təbii ki, cəmiyyətdə hər cürə insan var. Amma sosial fərd olaraq burada ailədə olan istər qadın, istər kişi, istərsə də uşaq, hər birisi bir fərddir. Əgər bizim hər birimizin əlimizdə bir şəxsiyyət vəsiqəmiz varsa, kimliyimiz varsa, bu o deməkdir ki, biz bir şəxsiyyətik. Bəzən insanlar bu məsələdə uşaqları kənarda qoyurlar, uşaqdır, nə bilim, uşağın ailədə rolunu çox kiçik görürlər. Amma mən həmişə bunu sizin də söylədiyiniz kimi efirlərdən də söyləmişəm ki, heç vaxt uşağa
balaca kimi, kiçik kimi baxmaq olmaz. O bir Göz ardı şəxsiyyətdir. edilməməlidir. Bəli, göz ardı etmək olmaz. Çünki həmin uşaqlar biz bilmirik gələcəkdə kim olacaq, nəçə olacaq, bir şəxsiyyət olaraq ümumiyyətlə onun cəmiyyətdəki mövqeyi necə olacaq? Bu da çox mühüm məsələdir. Çünki ümumiyyətlə biz elə bir dövrdə yaşayırıq ki, biz dünyada tək deyilik. Beynəlxalq digər 200-ə yaxın dünyada ölkə, dövlət var və bu ölkələrin içərisində biz də müstəqilliyini qazanmış bir kiçik də ərazi cəhətdən kiçik olsaq da, amma bir dövlətik, müstəqil dövlətik. Yəni dünyada öz sözümüzü deyə bilən və irəli durub hansısa fikrimizi söyləyə bilən bir dövlətik. Təbii ki, bu dövlətin öz vətəndaşları var, hər kəsin özünün Azərbaycan vətəndaşlığı var və bu vətəndaşlığa da hər birimiz hörmətlə yanaşmalıyıq. Necə ki, mən vətəndaşam, mənim evladım da, mənim nəvəm də bir vətəndaşdır, mən onlara da hörmətlə yanaşmalıyım. Təbii ki, burada yenə də gəlir, hər şey ailəyə dayanır. Həmişə biz danışanda, bu kitablarda da belə yazılır, ailə kiçik dövlətdir. Amma ailə kiçik dövlətdirsə, demək ki, ailə içərisində yaşayanlar da kiçik cəmiyyətdir. Biz bunu unutmamalıyıq. Burada həm qadın, həm kişi, həm uşaq, hətta biraz da daha geniş götürsək, burada nənə baba da. Çünki bizim ümumiyyətlə tariximizdə də bu ta qədimdən var ki, bizim evdə həmişə ağsaqqal, ağbirçək, yəni biz onları göz ardı etməmişik. Baxmayaraq ki, onlar bizim valideynlərimizdir. Biz ailə qurduqdan sonra ailə üzvləri ata, ana, evladdan ibarət olsa da, amma biz öz yaşlı nəslimizə də çox hörmətlə yanaşaraq onları da öz ailə üzvlərimiz, birinci dərəcəli qohumlarımız hesab edirik. Yəni bu istər kitab olsun, rəsmi olaraq, istərsə də mənəvi olaraq bu belədir. Həqiqətən də belədir. Bilməyənlər də artıq bilsinlər ki, doğrudan da bizim ailə üzvlərimiz tək o üçlükdən ibarət deyil, eyni zamanda bizim ağsaqqal, ağbirçəklərimiz də var. Çox təəssüf ki, bəzən bizim gənc nəslin bəzi nümayəndələri bunu qəbul etmirlər, amma etməsələr də belə biz öz valideynlərimizə atmırıq. Çünki bizim də elə özəlliyimiz millət olaraq ondadır ki, biz öz uşaqlarımıza da hörmətlə yanaşırıq, eyni zamanda biz böyüklərimizə də hörmətlə yanaşırıq. Və reallıq öz sözünü hər zaman deyilir. Bugün qəbul etməyən, sabah həyat ona daha real şəkildə qəbul etdirir. Doğrudan da elədir. Amma indi gəlin biz sizin də verdiyiniz suala istinadən deyək ki, biz müasir dünyada yaşayırıq. Son zamanlar bu ifadə çox işlənir. Dünyanın yeni düzəni, yeni düzən formalaşmağa başlayır. Bu indi nə qədər davam eləyəcək, hansı illərə kimi davam eləyəcək biz bunu bilmirik. Amma hazırda bunun belə deyək ki, təməli atılıbdır. Əgər bunun təməli atılıbsa, demək ki, bunun bir üst qurumu da yavaş-yavaş inkişaf eləyəcək, inşa olunacaqdır. Ona görə də bu yeni dünyada, bilirsiniz, o qədər də asan deyil bizim kimi ölkələr üçün. Çox çətin olacaq təbii ki, amma çətin olsa da biz bunun öhdəsinə mütləq gəlməliyik. Burada da yeni düzəndə ilk növbədə hər şey ailədən başlayır. Necə ki, elə həmişə ailədən başlayıb hər şey, təbii ki, yenə də ailədən başlayacaqdır. Məsələn, deyək ki, yeni düzən quruldu, hər şey yaxşıdır, hər yerdə hər şey yaxşıdır, amma biz öz ailəmizi özümüzdən kənarda tutmuruq, tutmamalıyıq da. Çünki bu, indi son zamanlar bir termində işlənilir, müasir ailə modeli. Bəzən sual da verirlər, müasir ailə modeli necə olmalıdır? Dəyərli